Salam, hörmətli abituriyentlər, mən təhsil eksperti Kənan Həsənov. Yeni Dövlət İmtahan Mərkəzində baş vermiş şəxsi kabinetlərdə parolların yenilənməsi ilə bağlı fikirlərə dəqiqlik gətirmək istəyirəm. Rəsmi şəxslərdən aldığım məlumat belədir ki, sistemin təkmilləşdirilməsi məqsədi ilə sadə parollar sadəcə artıq keçərli deyil. Yəni, indən sonra siz buraxılış vərəqəsi, imtahanda iştirak vərəqəsi və ya şəxsi kabinetə daxil olarkən əvvəllər istifadə etdiyiniz, məsələn, ad, təvəllüd. Hal-hazırda artıq bu parol keçərli olmayacaq, amma bu demək deyil ki, sonra daxil ola bilməyəcəksiniz. Sadəcə o həmin fin kodu və parolu daxil etdikdən sonra sizə parolu yeniləmək tələbi veriləcəkdir. Parolu yeniləmək tələbi 12-20 simvol arasında, deməli, burada rəqəm olmaqla, eyni zamanda orada müəyyən bir simvolik işarələr olmaqla, deyək ki, ət işarəsi, nida işarəsi, belə bir simvol olmaqla hərflərdən, latin hərflərdən ibarət olan bir parol tələb olunur və mən bunu da sizə nümayiş elətdirirəm öz videomda. Provider'a daxil oluruq və Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsinə daxil oluruq. Daha sonra bu səhifədə biz şəxsi kabinetə keçid bölməsini seçirik. Şəxsi kabinetə keçid bölməsini seçirik, giriş veririk. Təhlükəsizlik baxımından daxil edəcəyim şəxsin fin kodunu sizə göstərə bilmərəm. Ora öz fin kodunuzu daxil edirsiniz. Daha sonra parolu daxil edirsiniz. Həmən köhnə parolu daxil edirsiniz. İndi mən köhnə parolu daxil edəcəm. Və mən parolu daxil edib daxil ol düyməsini basdıqda gördüyünüz kimi burada belə bir pəncərə açılır. Bu, hörmətli istifadəçi təhlükəsizlik tədbirləri çərçivəsində sistemə giriş üçün istifadə etdiyiniz parolu yenilənməsi tələb olunur. Bağla düyməsi verirəm və mənə burada qırmızı bir deməli, bu fonda belə bir yeni parol tələb edir və burada yazılıb şəxsi kabinet növbəti giriş üçün 12-20 simvol uzunluğunda ən azı bir rəqəm, ən azı bir latin hərfi, ən azı bir simvollar göstərilibdir. Onlardan biri kimi xüsusi simvoldan ibarət olan parolu təyin edin. Təyin etdiyiniz parolu aşağıdakı müvafiq sahələrə daxil edib sadəcə yadda saxla düyməsini basmalısınız. Və mən bu parolu indi daxil edib yekunu da sizə göstərəcəm. Artıq parolu daxil etdim və yadda saxla düyməsini basıram. Və gördüyünüz kimi artıq burada yazır ki, parol dəyişdirildi. Vəssalam. Bununla da mən həmən parolu yenidən daxil etməklə mən həmən kabinetə daxil oluram. Təhlükəsizlik baxımından mən kabineti göstərə bilmirəm. Bu da artıq biz şəxsi kabinetə daxil olduq. Vəssalam. Bu qədər sadə. Hər birinizə uğurlar.